Hörmətli izləyicilərimiz, sizlərə 51.500 manata Kupcalı evində, torpağında kupcası olan 2 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Ünvan Masazır qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi. 569 nömrəli marşrut dayanacağının yaxınlığı, 6 nömrəli məktəbin yaxınlığı. Evin də torpağında kupcası var. 2 otaqdan ibarətdir. Bura qonaq otağıdır. Qazı, suyu, işığı hamısı çəkilib. Bura girişdir. Girişdən solda qonaq otağıdır. Döşəməsi polluq taxtadır. Burada yerləşir evin hamam sanuzeli. Aksesuarlar hamısı qaydasındadır. Krişaya çıxmağa yeri var. Üstünün çornu poluna qədər vurulub və evin üstündə ehtiyat su çəninə qədər qoyulub. Baxmayaraq ki, burada su problemi yoxdur. Bura evin mətbəxidir. Deməli, aspiratorun xətti, elektrik qovşaqları, qaz xətti, su xətti, kanalizasiya xətti, şüşələr, buz şüşələri radiatorlarına qədər çəkilib. Evin fundamenti, kəməri qaydasındadır. Baxın, burada vəziyyət belədir. Havalanır. Pəncərəni açan kimi yel çəkəndir. Deməli, havalanan evdir. Düzdür, evlər bugünkü gün yan-yanadır. Amma başqa evlər var ki, lap belə pəncərəni sıxıblar, hava da gəlmir. Bu ev qəşəng evdir, uyutun evdir. Burada yataq otağıdır. Ölçüsü qəşəngdir, genişdir. Baxın, pəncərənin qarşısını sizə göstərim. Və hörmətli izləyicilər, evin fundamenti də var. Evin üstündə pəncərənin başı ilə bütün divarların üstü ilə, hətta orta divarların da üstü ilə kəmər atılıb. Evin təmiri qəşəngdir. Aboylar belə şit aboylar deyil, qapıların rəngi falan qəşəngdir. Deməli, dəyərli izləyicilər, kürsülüdür. 5 daş kürsü üzərindədir. Nəmişlik yoxdur. Qəşəng quru ərazidir. İyi yoxdur, qoxu yoxdur. Kanalizasiyasında problem yoxdur. Mərkəzi kanalizasiya sistemidir. Baxın, bayaq göstərdiyim yer evlər arasında müəyyən qədər məsafə qoyulub. Üstü paket krişadır. İndi çöldən də sizə göstərəcəm. Dəmirdəndir. Trapına qədər qoyulub. Burada kombivizi quraşdıracaqsınız. Zirzəmiyə girişi əlavə olaraq su kranı qoyulub burada. Sayğacları hamısı qaydasındadır. Qazı su işığı qaydasındadır. Baxın, belə bir evimiz satılır. 51.500 manat hörmətli izləyicilərimiz. Bu da evimizə gələn yoldur. Bu yol 2 nəfərə aiddir. Yəni 2 qonşu yaşayacaq burada. Belə hörmətli izləyicilərimiz. İndi kimin nə sualı qalsa zəng eləyər Allahın köməyi ilə. Sağ olun.